Hər birinizi yeni videomda salamlayıram dostlar. Bu günləri sizlərə yeni bir proyekt göstərəcəm. Bu proyekt vasitəsilə istər yatırım edərək, istərsə yatırımsız bir şəkildə pul qazanıb ödəmə alacağıq. Ödənişin gəldiyində video sonunda sizlərə göstərəcəm. Saytın linki şərtlər bölməsində olacaq. Oradan daxil ola bilərsiniz. Videoya keçmədən əvvəl kanalımıza abunə olub bildirimləri açmaq və video like atmağı unutmayın. İndidən hər birinizə çox-çox təşəkkür edirəm. İndi çəkilsək dostlar videomuza. Şərtlər bölməsində qoyduğum linkdən daxil olursunuz. Trade ederək dostlar ödəniş ala biləcəyiniz bir proyektdir. Piyasalar zaten bölməsinin üzərinə klikledikdə sizin qarşınıza canlı birja açılır və həmin canlı birja vasitəsilə siz trade edərək ödəniş alırsınız. Trade etmək üçünsə sadəcə ticarət bölməsinin üzərinə klikləyib bu bölmədən Bitcoin və yaxud da Ethereum üzərindən trade edərək ödəniş ala bilərsiniz dostlar. Yəni bu proyekt sadəcə trade üçün yaranmışdır və əlavə olaraqdan trade edərək də qazanc əldə edib qazandığınız ödənişi də birbaşa olaraq birjaya çıxarış edə bilərsiniz. Dostlar, buna görə Bakıya bölməsinin üzərinə klikləyib siz yatırım edə bilərsiniz. Qeyd edim ki, yatırım etmək istəyən dostlarımız öz riskləri daxilində öz araşdırmalarını edərək yatırım edə bilərlər. Buna görə para yatırma bölməsinin üzərinə klikləməyiniz kifayət edir və USDT-ni seçdikdən sonra tamam bölməsinin üzərinə klikləyirsiniz və daha sonra yazılır ki, başarıyla belə desək tamamlandı dostlar. Terez20 adresinin üzərinə klikləyirsiniz və sizlərə Terez20 adresi verilir. Həmin adresi kopyalayıb yatırım edə bilərsiniz dostlar. Yəni bu şəkildə yatırım edilir. Para çəkmə adresi bölməsinin üzərinə klikləyərək də tamam bölməsinin üzərinə klikləyib şifrənizi əlavə edirsiniz. Çıxarış şifrənizi. Şifrələri əlavə etdikdən sonra sadəcə rəqəmdən istifadə etdim. Kaydet bölməsinin üzərinə kliklədim və 6 şifrəli olmağını tələb edir. 6 şifrə təyin etdikdən sonra kaydet bölməsinin üzərinə kliklədim və başarıyla tamamlandı yazdı. Para çəkmə adresi bölməsinin üzərinə klikləyərək minimal şəkildə $10 çıxarış edə bilərsiniz. USDT bölməsinin üzərinə klikləyirsiniz. Para çəkmə adresinizi daxil edirsiniz dostlar. Bu bölmədən yuxarıda plus işarəsi var. Terez20 adresini daxil etdikdən sonra məbləğ və şifrəni yazaraq çıxarış edə bilərsiniz. Hər hansısa bir sualınız olsa söhbət bölməsindən və yaxud da müştəri servisi bölməsinin üzərinə klikləyərək birbaşa olaraq əlaqə saxlaya bilərsiniz dostlar. Davet bölməsinin üzərinə klikləyərək də sizlərə verilən linki kopyalayıb hər hansısa bir şəxsə göndərirsəm, şəxsin qeydiyyatdan keçib yatırım etdiyi təqdirdə müəyyən faizlərlə qazanc əldə edirsiniz və həmin qazancı yatırımsız bir şəkildə çıxarış edə bilərsiniz. Yəni bu şəkildə qazanc əldə etmiş olursunuz dostlar. Proyektimiz bu qədər idi. Trade üçün də dostlar dediyim kimi ticarət bölməsinin üzərinə klikləyib yatırım məbləğini təyin edirsiniz. Tutaq ki $10 təyin edirəm və bizim qazancımız əgər qazansaq $19.3 olacaq. Artış və yaxud da düşüş bölməsinin üzərinə klikləyib buradan qazanc əldə etmiş olursunuz dostlar. Zaten yuxarıda öz dəqiqənizi seçə bilərsiniz. Hansı beləcə proyekt üzərindən istifadə edə bilərsiniz beləcə yatırım üçün və bunları da seçdikdən sonra artış və yaxud da düşüş bölməsinin üzərinə klikləyərək qazanc əldə etmiş olursunuz dostlar bu şəkildə. Videomuz bu qədər idi. Kanalımıza abunə olub bildirimləri açmağı və video like atmağı unutmayın. İndidən hər birinizə çox-çox təşəkkür edirəm. Sağ olun, salamat qalın.